Biz niyə Bismillahla başlayırıq? Bismillahirrahmanirrahim xutbəni də, namazı da. Yəni deyir ki, sən çıx get, mən rahat danışım. Çəkil, Bismillah, ancaq o var ortada. Onun adı ilə başlayaq. Sən olma. Nəfsə deyirik. O olmasa, bir mən var ki, o olmasa ancaq Allah qalır. Mənə diqqətlə qulaq asın. Gəlib, mən özüm asta-asta gəlirəm ki, əsas məğzini aça bilim söhbətdir. O mən olmasa ortada ancaq və ancaq Allah qalır. İbn Sina oturub bir yerdə. İbn Sina Şeyxur Rəisdir. Mən düşünürəm ki, İslam filosofları içində İbn Sina qədər yoxdur. Mən belə düşünürəm. Bunu mənim fikrimdə böyük alimlər. İbn Sina Şeyxur Rəisdir. İbn Sinadan o yana filosof tapmaq çətindir. Nə bilim, dahisidir də, bütün tarixin dahisidir. Mümkün deyil. Nədirsə, adam ağlı çaşır onun məqamın başa düşməyə. Oturub bir yerdə deyir, bir qadın gəlir, qoca arvaddır, deyir ki, kitab nəzr eləmişdim ki, bir alimə verim. Nəzrim qəbul oldu, gəl bu kitabı oxuyarsan. Deyir ki, toxunur da buna. Alimdir, bir arvad gətirib ki, kitab nəzr demişdim. Deyir, mən Allahla əhd bağlamışam ki, Allahdan başqa heç kəsdən heç nə götürməyim. Qadın nədirsə yaxşıdır. Deyir, Allahdan götür deyilə. Allahdan götür. Kim dedi ki, sən Allahdan başqa kimsə var? Bu qadın arif imiş. Sən niyə Allahdan başqasını gördün ki, ümumiyyətlə? İbn Sina deyir, xəzalətdən yerə girdim. O arvad, bir neçə yer var, bir də burada dəyişiklik yaratdı. Bu qadının bu sözü. İbn Sina'nın irfani yolunda. Mən aradan qalxsa, Allah qalır ortada. Bunu izah eləyəcəm çətində olsa. Allah şeytanın hadisəsini Quranda danışır ki, biz dərs alaq. Bəzi şeylər var ki, ondan baxıb dərs almaq üçündür. Deyirlər ki, bir gün şir, canavar, bir də tülkü ov eləyir. Şir bir dənə ceyran ovlayır. Canavar bir dənə qoyun, canavar ki də qoyundur da, yazıq, beçara qoyun. Qoyun bir də, tülkü də doğuşan ovlayır. Gəlirlər indi, şir deyir canavara ki, böl bunları. Canavar deyir, bölgü təbiidir də, ceyran sənin, qoyun mənim, doğuşan tülkünün. Deyirlər, bunu deyən kimi gəlir, şir başını üzür, canavarını atır yerə. Başı diyirlənir, düşür yerə. İndi baxır tülküyə, deyir, indi sən böl. Tülkü baxır, deyir ki, ceyran sizin günorta yeməyiniz, cənab alim. Axşam yeməyiniz, qoyun, səhər də zavtırqa, səhər yeməyinə dovşanı yersiniz. Deyir, bərəkallah, əla, nə qəşəng bölgüdür. Bu bölgünü hardan öyrəndim? Baxır, deyir, canavarın kəlləsindən. Kəsilib atmışsan qabağıma da, başqa necə böləcəm? Canavarın başından öyrəndim. Allah da o canavarın başı kimi şeytandan danışır. Bizə ki, öyrənin də göz qabağındadır, nümunə göz qabağındadır. Bir dənə dastan danışır ki, biri mən dedi. Mən dedi, nə günə qaldı? Bunu elə belə danışmır ki, oxuyun deyin, bir dənə şeytan var idi, mən dedi. Nağıl kitabı deyil bu, Qurandır bu. Deyir ki, mən dedi, aqibət göz qabağında. Elə bir otaqda oturmuşsan, imtihan verirsən. Hə, sən insan. İmtihana bir qabaq çağırarlar da, bilet çəkərdirlər. Çağırır, şeytan gəlsin. Gəlir şeytan. Gəlir şeytan, sən də oturub baxırsan da, imtihandır. Birinci şeytanı çağırıblar imtihan verməyə. Cavab ver, gəl cavab verməyə. Sən də oturub baxırsan. Mən mənəəkə ən təscüdə limə xələqtu biyədəy. Sənə nə man oldu ki, kəlimlə yaratdığım, kəlim təfsiri var. Yaratdığıma səcdə eləmədin. Nə man oldu? Ənə xeyrun minhu cavab. Mən ondan üstünəm. Mən ondan üstünəm. Uxruc. Fə innəkə rəcim. Çıx bayra. Kəsildin. Təsəvvür edin. Mən ondan üstünəm. Çıx bayra, tez-tez çıx bayra. Kəsildin. Sən də oturub baxırsan. Ağlın varsa təzdən sən də çıxırsan deyəsən. Mən. Bilirsən də gözünün qabağında kəsildi imtihanından. Qovdular onu. Mən deyən kimi sözün ağzında qoydu, çıx bayra. Otaqdan müəllim qovdu onu. Qovdu bayra. Təzdən sən də mən demə. Bir şey başa düşdün ki, onun huzurunda mən olmaz. İnnə salati və nusuki və məhyaya və məmati lillahi rabbil aləmin. Mənim namazım, ibadətim, həyatım, ölümüm, hər şeyim aləmlərin Rəbbi olan Allah üçündür. Bu hala necə çataq? Gələk yavaş-yavaş mövzunun üstünə. Bir dastan danışırlar. Deyirlər ki, bir nəfər xəzinə axtarır. Qızıldan qiymətli sözlər danışıram, and olsun Allah. Özüm bir şey deyiləm. Bu sözlər doğrudan da xəzinədir. Bunu insan başa düşsə, həyatda problemi qalmaz. Buna əmin olun. Sözlər çox dəyərli, çünki mənim sözüm deyil. Mən sözümü qatsam, xarab eləyərəm. Bu sözlər çox qiymətlidir, çox. And olsun Allah'a milyonlar verəsən bu sözləri öyrənmək üçün itirməmsən.
bütün varlığı yoxu, nəyin var verəsən, qazancı, dünyanın hamısını verəsən, tərəziyə gəlməz. Deyir ki, bir nəfər xəzinə axtarır, yuxuda buna deyirlər, bu təmsildə olmayan bir şeydir, məcazdır. Yuxuda ona deyirlər ki, oxu qoy kamana burax, xəzinə oradadır. Bu durur, deyir, nə yaxşı xəzinənin yerini bildim, oxu qoyur kamana, çəkir, atır, ox düşür bir yerə, gedir, gör orada xəzinə yoxdur. Deyir, ay Allah, bu nə işdir, mən düşdüm. Sən mənə dedin, yuxuda işarə verdin, getdim, xəzinəni tapmadım. Təzdən yatır, təzdən yuxusuna gəlib, deyirlər ki, sənə kim dedi ki, çək, dedilər ki, oxu qoy, burax, xəzinə oradadır. Buraxanda da düşür yerə. Yəni, xəzinə dayandığın yerdədir, səndədir. Kənarda xəzinə axtarma, xəzinə özündədir, özün durduğun yerdədir. Sənin dayandığın yer xəzinədir. Oxu çək demədilər, dedilər, qoy, burax. Yəni, görün, bu dastanda böyük şeyləri çatdırır. Xəzinə özündədir, ilahi mərifət səndədir. Kənarda nə axtarsın? Allah harada axtarsın? Göylərə baxsın, haradadır? İçivə bax. Quran deyir, və fi ənfusikum. Ayənin əzəmətinə bax. Allahdan danışır, və fi ənfusikum. O, sizin özünüzdədir, içinizdədir. İçimdə nə var? Və fi ənfusikum. İçində, deməli, filan şey var. İçində qeyd eləmirəm, nə var? Deməli, hər şey içindədir. Hər şey içindədir. İçimdə nə var? Dağ, daş, göy, yer, hər şey, bəli, hər şey. Və fi ənfusikum, hər şey sizin içinizdədir. Bax, bu biraz çətin mövzudur. Sizin ruhunuz bütün varlıq aləmini ağuşuna alıb, hər şey sizin içinizdədir. Axı, görmürəm içimdə. Dalıca deyir, əfələ tubsirun, görmürsünüz? Möcüzədir bu ayə. Görmürsünüz? Gözünüzü açın, içinizdə baxın, içəridədir, görmürsən? Deyirsən, bax, deyir ki, deyirsən, görmürsən, bax, Allah belə danışır. İçimə bax, görmürsən məni? Bax, diqqətlə bax, buradayam. Hər şey buradadır. Hər şey burada içimə baş vurur, dəvət edir içimizə seyr eləməyə. Hər şey içdə gedir, içdədir, şeytan içdədir, xaricdə deyil. Bunu gedin irfan alimlərindən soruşun. Cənnət içdədir, cəhənnəm içdədir, içdə, hər şey içdədir. İçimizlə baş-başa qalırıq qiyamətdə. İçimizi bizə göstərirlər, içimizdə seyr eləyirik. Əqrabu ileyhi min hablil vərid. Deyir Allah sizə şah damarınızdan yaxındır. Yəni, çox yaxındadır, içinizdədir, daxilinizdədir. İmam Hüseyin ağa nə deyir? Deyir, sən nə vaxt gizli olmuşsan ki, dəlillə ehtiyacın olsun? Axtarır, göydə Allah axtarır, yerdə Allah axtarır. Bir nəfər deyim, Ustad Səfai deyir, bir gəldi mənə dedi ki, ağaclara bax, güllərə bax, dedim, səndən yaxşı botanik çıxarır, sən tohid axtarışını belə, tohid içəri seyirdir. Özün ən böyük ayəsisən. Bax, bu, sənin içində bir qeyri-maddi bir şey var ki, Allahla sinxiyyəti eynidir. Allahla eyniliyi var, ruh. Onun içində axtar. Necəsə ondan daha rahat çıxacaqsan Allaha. Gedib çıxacaqsan. Nə dəlil axtarırsan? Allahın bir dənə sualına baxın Quranda. Əfillah şəkkun deyir ki, Allaha şübhə edirsiniz. Allahda şübhə var. Allahda şək var. O mənada yox ki, qorxudan deyirsən, yox, şək eləmirəm. Şəkkün var, denən şəkkün var. Nə deməkdir bu? Niyə görə deyir? Allahda şək var. Cavab budur ki, buna qulaq asın. Cavab budur ki, yəni sən nəyəsə şəkk eləmək ümumiyyətlə mümkündürsə, o Allah ola bilməz. Nəyəsə şəkk eləmək mümkündürsə, o Allah deyil. Sən bir şey tapsan ki, nə qədər düşünsən, şübhə yoxdur onun varlığını Allahdır. Allahda şəkk eləməyin, şək yol tapmır Allaha. Şək yol tapmır Allaha. Bir alim deyir ki, bir nəfər gəlmişdi mənim yanıma, Allahın inkarına dəlillər gətirmişdi. Allah yoxdur filan səbəbdən, filan səbəbdən, filan səbəbdən. Dedim ki, gəl mən neçə dənəsini də mən əlavə edeyim sənə. Çünki sənin təsəvvüründə olan Allah da oradan da yoxdur. Sənin təsəvvüründə olan Allah da oradan da yoxdur. Allah belə bir varlıq deyil ki, onda şəkk eləyəsən. Bu sözü yaxşı açmaq lazımdır. Allah elə bir varlıq deyil. Nəyəsə şəkk elədinsə Allah deyil. Şübhə elədinsə Allah deyil. İzah eləyim görüm, izah eləyə bilirəmmi? Allahı gəlin, bax lazım mənə. Muhammed Ali, Muhammedə salavat deyək. Burada da yat söz, dəst namazınız pozulacaq, sonra namaz qılanmayacaq. Yəni burada qəti olmaz yatmaq. Allahı özümüz vasitəsilə tanıyaq. Allahı özümüz vasitəsilə tanıyaq, yəni özümüzə baxaq. Özümüzə baxdıqda, bu fəlsəfə dərsi deyil, amma da girişmişik mövzuya gələcək. Özümüzə baxdıqda ilk başa düşdüyümüz nədir? İlk başa düşdüyümüz varlığımızdır. Özümüzə baxdıqda başa düşürük ki, birinci, biz varıq, mən varam. Mənin dəlillə ehtiyacı yoxdur. Dedim, Allahın dəlillə ehtiyacı yoxdur. Allahda şəkk olunmaz.
Elə deyil ki, hardan başlayırıq? Məndən. Mənin dəlillə ehtiyacı var, mən varam. Və yaxud da mənə şəkk eləmək olar. Bəziləri eləyib, amma da mənə hər şeyə də şəkk eləsin, mən varam. Mənə şəkk eləmək olmaz, düzdür? Özün haqqında ilk mərifət budur ki, mən varam. Gözü yum, heç nə görməsən varsan. Elə deyil, sən varsan. İşarat kitabı var İbn Sina'nın. Orada fəzada aslı insandan danışır. Ustad ilahi var, deyir ki, bir adam 2 kitab oxusa, İslam fəlsəfəsini bilir. Bir Farabinin Füsulül Hikməsini, bir də İbn Sina'nın işaratını. Bunu oxusun, İslam fəlsəfəsini bilirsən. Ondan sonra deyir ki, çox kitab oxumaqla deyil, çox kitab oxumaq bəzən adamı savadsız eləyir. Çox kitab oxumaq savadsız eləyir adamı. Adam faydalı az kitab oxusa, savadlı olar. Faydalı az. Beyni məlumatla doldurmaqla deyil. O mənfi təsir olur insana. İbn Sina həmin kitabda deyir ki, fəzada olan insan, fəzada aslı qalan insan. Deyir ki, təsəvvür elə insan bir fəzadadır, nə isti var, nə soyuq var, nə acdır, nə susuzdur. Heç bir təəssüratı yoxdur. Heç bir təəssüratı yoxdur. Heç bir təəssüratı yoxdur. Heç bir kənar təəssürat olmasa da, deyir, biləcək yenə ki, mən varam. Düzdür? Təsəvvür edin öz. Bu mən o qədər aydın şeydir ki, bunu məsələn bu vasitə ilə hiss eləməzəm. Mən acam deməli, mən varam. Mən huzuri bilgidir. Yəni, mən artıq sən varsansa, o haqda məlumatım var. Kənardan nəysə dəlil tapmırsan özüvə, düzdür? Vasitəsiz. Deyir, insan bax, belə dəlilsiz Allahı da tapa bilər. Allahın varlığını da tapa bilər. Və yol ancaq budur. Allahı da belə tanıyar. Necə? Necə? Qulaq asın. Deyirəm, mən varam. Düzdür, bu bir. Özüm haqqında məlumat, mən varam, dəlillə ehtiyac yoxdur, mən varam. İkinci özüm haqqında mərifətim nədir? Mən naqisəm. Naqisəm niyə? Çünki mənim nəyimsə yoxdur. Düzdür? Nəyimsə var, nəyimsə yoxdur da. Elədir? Hər şeyim var, nəyimsə yoxdur. Mən varam, mən naqisəm. 2 məlumat avtomatik özüm haqqında var. Ha? Mən varam, amma mən naqisəm. Çünki nəyimsə yoxdur. Mən varam və mən naqisəmsə deməli, kamil bir varlıq var. Hardan götürdüm bunu? Çünki mən istər-istəməz kamillə müqayisədə dedim ki, naqisəm. Bu fəlsəfi tərifi. Mən naqisəm, məndə nəsə yoxdur, deməli, varlığın kamili var ki, ona istər-istəməz biri deyəndə ki, mən naqisəm, deməli, mütləqi qəbul edir. Zehin qəbul edir. Nə ilənsə müqayisədə naqissən? Şeyx Mahmud Şəbüstəri deyir ki, ondan soruşurlar ki, daxil və səfər nə mənadadır? Özünü tanır, Rəbbini tanıyarsan. Cavab verir. Qulaq asın, əsas hissəsini bitirirəm, sonra rahat olacaq. Deyir ki, sən var olmağı bilirsən, bəli. Özünə müraciət edən deyirsən ki, mən varam. Bunun üçün dəlil lazımdır. Mənə dəlil göstərin, görün, mən varam, yox. Mən varam. Varlığım aydındır mənim üçün. Bilirsən, bəli. Varsan, naqissən, məhdudsan. Bunu da bildim, bəli. Çünki nəyimsə yoxdur da mənim. Nəyimsə yoxdur. Deyim, məhdudiyyəti götür. Məhdudiyyət var, sənin məhdudluğun. Onu götür, yerdə qalan varlıq Allahdır. Varlığın özü Allahdır. Mən varam, yox, varlığın özü. Sadələşdirin misalı. Təsəvvür edin, dənizin içinə mümkündürsə akvaryumlar qoyublar. Akvaryumların içi su ilə doludur. Təsəvvür edin bir anlıq. Akvaryumların içində su var. Akvaryumlar niyə məhduddur? Çünki müəyyən həzmdə su içinə daxil edir. İndi zehnindən o akvaryumların o şüşələrini çəkin, ortada qalan nədir? Dəniz. Varlıq belədir. Varlıq belədir. Mən varam, bu var, o var, hamımız naqisi. Bu naqisliklər nədir məhdudiyyətlər? Onları çək ortadan. Yerdə qalan nədir Allahdır? Şeyx Mahmud Şəbüstəri deyir ki, Allah odur ki, onu barmağımla göstərənməyəsən, amma hər şeylə bir yerdə olsun. Deyənməyəsən, budur, odur, odur. Göstərdiniz Allah deyil. Amma hər bir əşya ilə birlikdə olsun. Hər bir əşya ilə birlikdə olsun. Allah tanımanın əsası budur. Allah tanımanın əsası budur. Bizim bir özlüyümüz var, bir kimliyimiz. Özlüyə ərəblər deyir ənaniyyət, ənə sözündəndir. Kimliyə deyir huviyyət, huviyyət huvə sözündəndir. Ənə yəni mən, huvə yəni o. Huvə yəni o. Deyir ki, sənin əsl kimliyin huviyyətdir, huvə, o. Sənin içindən o çıxır. İçində olan məhdud mən, o sənin özünsən, onunla mübarizə apar. O məhdudiyyəti götür, Allah qalacaq. Allah qarşısında sözün qısası, diyanan mən var, o fironluqdur. Ondan vuruş deyir. O mənlə mübarizə aparıb, azad oldunsa, çevrilirsən, o olursan, huviyyət, huvə, ondan ibarət olursan. Baxırsan, görürsən ki, nəfəxtu fihi min ruhi, Allahın deyir, öz ruhumdan onu öfürdümü, olursan Allahın ruhu.
Allahın üfürməsi. Biraz çətindir bunu başa düşmək. Bütün varlıqlar Allaha bitişidir. Arifin fərqi nədir? Arif bilir ki, Allaha bitişidir, başqaları bilmir. Hədisdə buyurulur ki, İnnə lillah səb'inə əlfə hicabun min nurin və zülmə. Deyir, Allah üçün 70 min hicab var, nur və zülmətdən. Bu hicablara harada bürünüb Allah? İçimizdədir bu hicablar. Yar o hicabları, get. Bir də görəcəksən ki, ondan ibarətsən. Ondan başqa heç nə yoxdur. Ondan başqa heç nə yoxdur. Eşqə çox misallar deyiblər, gül, bülbül filan. Bir alim deyirdi, bir filosofun sözü. Deyir ki, ən uğurlu misal pərvanə ilə Şamın misalıdır. Hərçənd ki, bioloqlar başqa söz deyə bilərlər. Deyər ki, pərvanə aşıq zat deyil. Sadəcə, məsələn, yaddaşı qısadır, tez yadından çıxır. Od yandırır, onu təzdən ikinci dəfə vursun, yadından çıxdı ki, onu yandırır. Olur, deyir, bir gəlir həkimə, yaddaşı xarab olur, deyir ki, yaddaşım xarabdır. Həkim deyir, nə vaxtdan? Deyir, nə vaxtdan? Bu dərəcədə yaddaşı xarabdır. Bu da elə. Deyir ki, o yaddaşı ki, yoxdur. O özünü oda vurur, yandırır, ikinci dəfə təzdən vurur. Bunu belə də izah edənlər var. İndi bizim onun bioloji tərəfi ilə işimiz yoxdur. Eşqi tərənnüm eləyir pərvanə. Eşqi tərənnüm, aşiqdir Şama. Nə qədər qəzəllər var bu haqda. Deyir ki, gəlir, dəyir ona, dəyir. Sonra nə olur? Od tutur, oda çevrilir, pərvanəlikdən bir şey qalmır. Tüstü qalır, yoxa çıxır. Odlaşır. Oddan ibarət olur. Özünü tanıma budur, bax. Əzirsən, axırda baş-başa qalırsan, yoxu, ondan ibarət olursan. Ondan ibarət olursan. Ondan ibarət olursan. Ondan ibarət olandan sonra nə qədər mən deyirsən, deyib, bu Allah mən deməkdir. Bu mən deməyin eybi yoxdur. Hər mən demək pis deyil, bəzən adam mən deməlidir. Haqqın müqabilində mən demək pisdir. Biri var, mənəm başqa heç nə. Biri də var ki, mən onun güzgüsüyəm, mən deyəndə ondan danışıram. Mən oya çevrilir, ənə olur huvə, ondan başqa heç nəyi görmürsən. Fironluqdan azad ol, nə qədər mən deyirsən, deyib. Mənsur Həllacın mən deməyi ilə Fironun mən deməyi fərqlidir. Mənsur dar ağacında deyirdi, ənəl-haqq. Ənəl-haqq nə mənadadır? Yəni, mən yoxam, nə varsa haqdır. Məndə olan ancaq və ancaq haqdır. Ənəl-haqq bu mənadadır. Nizamidə nə qədər var? Nəsimidə nə qədər var? Zərrə mənəm, günəş mənəm, çar ilə pəncü şeş mənəm, surəti gör bəyan ilə, çünki bəyana sığmazam. Şəms mənəm, qəmər mənəm, şəhd mənəm, şəkər mənəm. Ruh-i rəvan bağışlaram, ruh-i rəvana sığmazam. Mənəm, bu mənəm pis deyil. Bu mənəm odur ki, içində o öz mənindən heç nə qalmayıb, qalan nə mən varsa o da elə, mən bərabərdir oya. Əleyhissalam necə deyir? Deyir, ənəl-əvvəl vəl-axir. Ənəl-əvvəl və ənəl-axir. Və ənəl-batinu və ənəl-zahir. Mən əvvələm, mən axıram, mən batinəm, mən zahirəm. Əslində, mən deməklə Allahı tərifləyir. Çünki hicab qalmayıb. O məniyyəti aradan aparıb, içdə qalıb huviyyət, kimlik. Kimliyi də Allahdır. Bax, bu mərifətdir. Dəyər buna görə çox əziyyət çəkəsən. Bunun qarşısında nə var? Alternativ nədir? Bu boyda aləmi qoy. Adam nəyin dalınca düşür? Alternativ nədir? Günah. Nə qədər ağılsızıq biz. Bir nəfər Arif gedir bir yerə, görür ki, yazı yazıb qoyublar divara. Yazma ki, bu məntəqədə daş yemək qadağandır. Deyir, bu nə sözdür? Gəlir, gör bir dərviş oturub. Deyir, bir axmaq. Əbləhim biri. Yazıb ki, daş yemək qadağandır. Deyir, əbləh mənəm. Mən yazmışam. Deyir ki, bu nə sözdür yazmışam? Üzr istəyirəm, mən o mənada demək. Daha nə mənada da əbləhdir? O mənada demək istəmirdim. Mən niyə yazmışam o şeyi? Deyir ki, o gün ki, insanlar daş yeməyə, sən ki, təəccüblənirsən ki, yazılı olmaz. Günahı da elə başa düşsələr, onları günah çıxacaqlar. Günah eləməyin, yəni daş yemək olmaz. Daş yemək olmaz. Bu qədər aydın olsun sizə. Ondan sonra da sözə ehtiyac qalmayacaq. Bir gün gələcək ki, düzür təbiidə yalan danışmaq olmaz. Təbiidə ki, qeybət eləmək olmaz. Olmaz ki, olmaz da bu qədər aydındır. Daş yemək, tullantı yemək olmaz. Bu qədər aydındır. Mərifət kəsb eləmək üçün insan çalışsa deyir, bax bu yolda özü ilə məşğul olar. Peyğəmbər buyurur ki, ölsə şəhiddir. Mərifət əhlindən bir nəfəri misal çəkim. Görün, nə qədər qiyməti var. Peyğəmbərin yanında nə qədər adam vardı? Bəziləri vardı ki, mənim kimi, mən əstəğfurullah Peyğəmbərin ayağını tozlayam. Tozu da olsam böyük şeydir. Yəni, istəyirəm mənzərə canlansın. Diyanıb, Peyğəmbər belə xutbə oxuyur. Təsəvvür edin. Şimdi bayırda deyirlər, məsələn, parça satıram, nə satıram filan, təsəvvür edin. Dururlar cümə xutbəsindən. Dururlar, qaçırlar, gedirlər. Peyğəmbər qalır ayaq üstə. Və izə rəəv ticarətən əv ləhvənin fəddu iləyhə və tərəkukə qaimən.
Qul mə indallahi xeyrun minəl-ləhvi və minət-ticarə. Cümə surəsində. Deyirsən, diyandığın yerdə səni qoyurlar, qaçırlar, gedirlər. Dinən ki, Allahın yanında olan ləhvdən, boş şeydən, ticarətdən üstündür. Peyğəmbərin səhabələri idi bu. O ki, səhabələrin bir qismi bu idi. Səhabələr toxunulmaz. Səhabələrin bir qismi bu idi ki, Peyğəmbərin sözü ağzında qal, qaçıb gedirlər alış-verişə. Cümə xütbəsini qoyurlar yarın. Namaz da olacaq, yaddan çıxır hər şey. Qaçıb gedirlər. Bunlar, bir dənə də cavan var, Yəməndə yaşayır. Uzaqdan eşidib ki, Peyğəmbər var. Özünü tanıyıb, özü ilə məşğul olub, Peyğəmbəri tanıyıb, uzaqdan aşiq olub, Peyğəmbərə iman gətirib. Bircə gün anası müşrikdir. Anasına deyir ki, mən Peyğəmbəri çox istəyirəm, icazə ver gedim onu görüm. Deyir, get, yarım gün vaxt verirəm sənə. Gördün. Gəlir Mədinəyə, bəxtindən Peyğəmbər Mədinədə deyil. Təlaş içində gəzir, ömründə şans düşüb bir dəfə, onu görürsün. Təlaş içində özünü ora-bura vurur, o da közə vurur. Yoxdur Peyğəmbər. Vaxta baxır, indi saat yox idi vaxt. Bilir ki, vaxtda getməlidir. Gedir, Peyğəmbər qayıdır şəhərə, onun dayandığı divara söykənir, ağlayır. Gözünün yaşı axır. Deyir, Allahın ətri gəlir Yəməndən. Allahın iyi gəlir. Uveysdir, Uveys qərəni. Uveys qərənidir. Dəvə otarandır, dəvə otarır. Mərifətinə bax ki, Peyğəmbər əleyhissalama deyir ki, ya Əli, Əlican, mən dayı onu görməyəcəm. O da dayı məni görməyəcək, görüşməyəcək biz onunla. Amma mən dünyamı dəyişəndən sonra sən Küfədə onunla görüşəcəksən. Səndən xahişim var, neçə iş gör mənim adımdan. 1, mənim salamımı ona çatdırarsan. 2, mənim bu paltarımı ver o geyinsin. Əleyhissalama deyir, ver o geyinsin. 3, ona denən ki, mənim ümmətim üçün dua eləsin, ümmətimin qiyaməti üçün. İnanın, danışıram, adam bir insana baxınara gelib çatır. Peyğəmbər deyir ki, məndən sonra onu görəndə, deyirəm, o dua eləsin, ümmətimin günahkarları üçün, qiyaməti üçün. Paltarımı o giyinsin və mənim salamımı xüsus ona çatdır. Gəlir qoşul Həzrət Əli əleyhissalama, Siffeyində şəhid olur. Şəhadət məqamına gəlir çatır.